Otellərdə qiymətlər həqiqətən də çox fantastikdir. Əsasən də bölgələrdə olan otellərdən söhbət gedir. Amma gündəlik evə verir 150 manat, 200 manat. Bax, gündəlik evlər niyə sərf eləyir müştəriyə? Bəzi hallarda, yəni günün bu günü Qurban Bayramı ərəfəsində yığaq otellərə, boş yer yoxdur, olan yerlərdə 2 nəfərə minimum 400-500 manat pul istəyirlər. Söhbət bölgələrdən gedir. Amma gündəlik evə verir 150 manat, 200 manat, bəzi hallarda 100 manat. İsti hovuzla bir yerdə 10 nəfərə qədər də əksər evlərdə gecələmə mümkündür. 200 manatdan götürsək ortalama qiymət adama 20 manat düşür. Rahat şəkildə gedir orada, istirahətini eləyir. Nəinki 2 nəfərə 400-500 manat pul ödəməklə. Qaldı ki, yerində xidmətə, əksər belə deyək, rayondakı evlərdə onsuz da infrastruktur da kifayət qədər var. Əksər evlərin qarşısında da restoranlar var, çatdırılma xidməti var. Elə götürək biri bizim evin qarşısında olan restorandan, Esmar House-dan. Yəni evin qarşısından istəyir, həyətində samavarı var, manqalı var, evin içərisinə hər cür şəraiti var. İstəyir evində hazırlayır, istərsə də restorandan sifariş verir, birbaşa yeməyi evinə çatdırır. Ona görə də gündəlik evlərə düşünürəm ki, tələbat indi çoxdur və həmişə də tələbat olacaq. Çünki gündəlik ev, yəni istənilən bir vətəndaşa, istənilən bir şəxsə sərf eləyən formadadır. Çünki otellərdə qiymətlər həqiqətən də çox fantastikdir. Əsasən də bölgələrdə olan otellərdən söhbət gedir. Yəni qiymətlər çox yüksəkdir.